BMT-nin Uşaq Hüquqları haqqında konvensiyasına və digər beynəlxalq sənədlərə uyğun olaraq uşaqların hüquqlarının pozulması ilə nəticələnən, onların psixi, mənəvi, emosional, cinsi, maddi və digər hüquqlarının pozulmasına səbəb olan hallar uşaqlara qarşı hər cür zorakılıq halları hesab olunur. Uşaqlara qarşı bu zorakılıq halları bir dəfə və yaxud da dəfələrlə təkrarlanan, aşkar və ya gizli olmasına görə də fərqləndirilir. Zorakılıq hallarına demək olar ki, cəmiyyətin hər yerində, ailədə, təhsil müəssisələrində, cəza çəkmə müəssisələrində rast gəlinir. Uşaqların hüquqları ilə məşğul olan, təlim tərbiyələri ilə məşğul olan şəxslər istər ictimai yerlərdə, istər təhsil tərbiyə müəssisələrində olsun, uşaqların psixi, mənəvi halına zərər yetirə biləcək, onlara qarşı ayrı seçkiliyin baş verməsi, onların şəxsiyyətinin, ləyaqətinin alçaldılması və bu kimi halların baş verməsi, həmçinin zorakılıq halları, yəni fiziki zorakılığın tətbiq olunması qanunla qadağan olunur. Konstitusiyamızın 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq valideynlərin borcudur. Valideynləri olmayan, valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət tərəfindən himayə olunurlar və uşaqların hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Ölkəmizdə uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyalar və digər sənədlər nəzərə alınaraq ötən dövr ərzində bir sıra qanunvericilik aktları qəbul olunmuşdur. Bunlara Ailə Məcəlləsinin uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununu, valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununu, yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununu və digərlərini misal göstərmək olar. Uşaq hüquqları haqqında qanunların ən başlıcası isə məhz uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunudur. Bu qanun 19 may 1998-ci ildə qəbul edilmişdir. Qanunun əsas məramı ondan ibarətdir ki, ölkəmizdə uşaq hüquqlarının müdafiə olunması, uşaqların keyfiyyətli təhsil, səhiyyədən, tibbi xidmətdən yararlanmaları, onların qayğı ilə əhatə olunması, hüquqlarının müdafiəsi və sağlam cəmiyyətdə böyümələrindən ibarətdir. 2 iyun 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uşaq hüquqları haqqında Azərbaycanda 2020-2030-cu illərə dair strategiya haqqında sərəncam imzalanmışdır. Strategiyanın da məqsədi ölkəmizdə beynəlxalq sənədlərdə nəzərdə tutulan uşaq hüquqlarının həyata keçirilməsindən ibarətdir. Onu da qeyd etmək istəyirəm ki, ölkəmizdə insan hüquqları sahəsində səmərəli fəaliyyət göstərən Ombudsman təsisatı uşaq hüquqlarının həyata keçirilməsində də mühüm rol oynayır. Muxtar Respublikamızda da uşaq hüquqlarının həyata keçirilməsi ilə bağlı Ombudsmanın fəaliyyətinə dəstək verilməsi ilə bağlı 5 oktyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkil Ombudsman haqqında Naxçıvan Muxtar Respublikasının qanununa dəyişiklik edilərək müvəkkilə əlilliyi olan şəxslərin hüquqları haqqında və uşaq hüquqları haqqında qanunun Muxtar Respublikada həyata keçirilməsi, uşaqların hüquqlarının təmin olunması əlavə olaraq verilmişdir. Qeyd etdiyimiz kimi müstəqil monitorinq mexanizm funksiyasını həyata keçirən müvəkkilin insan hüquqları sahəsində əsas fəaliyyət istiqamətlərindən biri də məhz uşaq hüquqlarının qorunmasından ibarətdir. Bununla bağlı müvəkkilin müstəqil monitorinq mexanizm funksiyasını həyata keçirən qrupları mütəmadi olaraq uşaq hüquqlarının müdafiəsi, uşaq hüquqlarının qorunması, onların təşviqi istiqamətində deməli bu vəziyyətin araşdırılması ilə bağlı tədbirlər görürlər. Təəssüflər olsun ki, günümüzdə zərərli informasiya nəticəsində uşaqların hüquqlarının pozulması hallarına da rast gəlinir. Bununla bağlı məsələlər də qanunvericiliklə tənzimlənir. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən 388-2-ci maddəsinə əsasən uşaqların zərərli informasiyaları əldə etməsi nəticəsində onlara dəyən zərərə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə əsasən uşaqların
əməyinin istismarı ilə nəticələnən hallara yol verilməsi də inzibati xəta kimi nəzərdə tutulmur. Belə ki, həmin maddənin tələbinə əsasən uşaqlar 15 yaşına çatmamış uşaqların qanunsuz olaraq əməyə cəlb edilməsi nəticəsində həmin maddənin tələbinə əsasən vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək cərimə olunurlar. Habelə uşaqların qanunsuz əməyə cəlb olunması onların sağlamlığına xüsusilə təhlükə törətdiyi hallarda isə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək, hüquqi şəxslər isə 10000 manatdan